Sən qarşıma gəlik, ya Rəbb. Huzurun altında yaşamaq üçün, sükutun altında, rahatlanman altında yaşamaq üçün, ya Rəbb. Ya Rəbb, sənin qanın ata, qoy bizim üzərimizə elə axsın ki, o qan ki ata bizə sənin məhəbbətini göstərə bilsin. O məhəbbət ki ancaq səndən gəlir, ya Rəbb. Çünki sənin kəlamın deyir, məhəbbət lovğalanmaz. Məhəbbət sona qədər davam edər, ya Rəbb. O məhəbbəti diləyirəm və istəyirəm, ya Rəbb. Sənin içindən çıxan, sənin ata, daxilindən gələn o məhəbbəti. Qoy axsın ata, boşalmış yerlərimiz olsun. O məhəbbətlə ki ata, o sənin qanın bütövləşdirsin bizi, ya Rəbb. Hər tərəfimizi bütövləşdirsin. Düzgün qərarlar vermək üçün, düzgün həyat tərzi qurmaq üçün. Ata, biz günahlı bir həyatda yaşayırıq. Dünya aldadıcı ruhlarla doludur. Dünya istiqamətini bilmir, yolunu bilmir. Ancaq sən bizi bu yoldan, bu istiqamətdən almaq üçün yer üzünə indin. Sən kəlam oldun. Ya Rəbb, yer üzünə indin. Və bizim üçün indin, ya Rəbb. Həqiqət yolunla bizi aparmaq üçün, yollarını bizə göstərmək üçün, bizi bu dünyanın hər bir aldadıcı ruhlarından, istiqamətlərindən azad etmək üçün, bizi yolunla, həyatınla, həqiqətinlə tam bütövləşdirmək üçün, ya Rəbb. Ya Rəbb, qoy sənin qanın elə axsın ki bizim üzərimizə. Biz dünyəvilikdən, cismanilikdən imtina edə bilək ata. Ya Rəbb, haçan ki biz məhəbbətdə oluruq, ya Rəbb. Artıq ata, biz dünyadan tamamilə ayrıla bilirik. Çünki sənin məhəbbətin bizə o gözəlliyi, o bütövlüyü, o vədləri göstərir. Bizim dünyada heç bir şeydən gözümüz qalmır. Çünki biz dünyadan olmadığımızı tam şəkildə, aydın şəkildə dərk edə bilirik. Ya Rəbb, sən şükür olsun. Bizə astığın bu qapıya görə, ya Rəbb. Çünki sən ata bir qapısan. Səndən girib çıxan sənin kəlamın deyir ki, otlaq tapacaq. Həqiqətən də biz o otlağın içində yaşayan övladlarıq. Biz dünyadan nə istəyə bilərik? Dünya ilə nə izdivacımız ola bilər? Çünki biz elə bir otlağın içindəyik ki, ya Rəbb. O otlaqda ata, hər şey və hər şey bizim üçün təmin edilir. Şükür olsun sənə, izzət olsun sənə. Minnətdarıq ata bolluğuna görə, bərəkətinə görə bizə, ya Rəbb. Verdiyin bütün bu xeyirdaları, verdiyin, astığın bütün qapıları, ya Rəbb. Bizdən əsirgəməyən Rəbbsən, ya Rəbb. Sənə şükürlər olsun, sənə izzət olsun ata. Sən o qədər bizi çox sevdin ki ata, göylərdən yer üzünə indin ata. Həqiqətini bizə tam şəkildə üz-üzə göstərmək üçün ata. Sən göylərdən yer üzünə indin ata. Ya Rəbb, çörəyini bizimlə bölüşdürmək üçün, qanını bizim içimizə axıtmaq üçün, ya Rəbb. Ya Rəbb, o şərabını içimizə, daxilimizə tökmək üçün, sən göylərdən yer üzünə indin, ya Rəbb. Bizimlə bir süfrədə oturmaq üçün, bizimlə yan-yana durmaq üçün, ya Rəbb. Bizimlə bir yol getmək üçün, ya Rəbb. Sən göylərdən yer üzünə indin ata. Sən bardaş qurdun ata, bizimlə bərabər oturdun. Və bizimlə çörəyi böldün, ya Rəbb. Ya Rəbb, bizim ayaqlarımızı yudun, ya Rəbb. Və bizə bu məhəbbəti ötürmək üçün ata. Sənə şükürlər olsun. Sənə izzət olsun, ya Rəbb. Bu böyük bir məhəbbətdir, ya Rəbb. Bu elə belə bir məhəbbət deyil. Bu yerə, göyə sığmayan, ya Rəbb, təmənnasız bir məhəbbətdir. Bu məhəbbəti heç bir dünya sakini anlaya bilməz. Ancaq biz ata, sənin sayəndə səni tanıya bildik. Bu məhəbbətlə tanış ola bildik, ya Rəbb. Sənin qarşına gəlirəm ata. Sənin mənə bəxş etdiyin o bacı qardaşları sənin huzurun qarşısına gətirirəm. O məhəbbətlə dolmaları üçün, o sənin qanınla bütövləşmələri üçün, dünyadan imtina etmələri üçün ata. Hər birinə sən toxun. Hər birinin ata dünyavi fikirlərini, dünyavi həyat tərzlərini onlardan çıxart, ya Rəbb.
Onları kəs və götür, ya Rəbb. Onların həyatlarına qoy sənin huzurun, qoy sənin məhsin. Elə axın gəlsin ki, onların həyatları tamamilə bərqərar olsun. Nə düşündükləri, nə qərar verdikləri ancaq və ancaq sənə baxaraq olsun. Sənin verdiyin, qoyduğun qayda qanunlar sayəsində olsun deyə dua edirəm. Sən bizə hər şey verdin. Heç bir şey bizdən əskik buraxmadın. Elə bir şey yoxdur ki, ata, onu bizdən qıraqda qoyasan. Ya Rəbb, hər şey və hər şey, ata, sən bizə, ata, tamamilə təhvil verdin, ya Rəbb. Yer üzünə gəlişin, ata, həyatımızın bir bərpası idi, ya Rəbb. Bizi səliqə səhmana salmaq üçün idi. Bizi nizamlaşdırmaq üçün idi, ya Rəbb. Sənə şükür olsun, sənə izzət olsun, ya Rəbb. Bu gözəlliklərlə bizi tanış etdiyin üçün. Hər bir bacı qardaşım, qoy sənin verdiyin qayda qanunlarda yaşamlarını qura bilsin. Sənin buyruqlarını qırağa atıb, dünyəvi anlamda yaşamasınlar. Ya Rəbb, səndən istəyib, səndən diləyirəm. Artıq illərlə onlar o dünyanın istirablarını gördülər, əzablarını gördülər. Qulaqlarını o yerdən, ata, tamamilə çəkib, səsini eşitsinlər, ata. Sənin vəhyini, hikmətini qəbul etsinlər, ata. Səndən istəyib, səndən diləyirəm, ya Rəbb. Onların çəkdikləri, dünyada olan istirablar elə belə istirab deyildi. Onları cəhənnəmə aparacaq dərəcədə böyük bir istirab idi, ya Rəbb. Ancaq sən gəldin, ata. O istirablardan tamamilə qurtarmaq üçün. Ya Rəbb, o əzablardan tamamilə qurtarmaq üçün sən canını, qanını bizim üçün verdin. O çarmıx, ata, elə belə deyildi. O çarmıx bizim xilasımız idi, ya Rəbb. Bizim bütün, ata, dünyada olan nə vəziyyətimiz vardısa, onlardan tamamilə əl çəkməmiz idi, ya Rəbb. O çarmıx, ata, bizim gələcəyimiz idi, ya Rəbb. Keçmişimizin tamamilə unudulub, gələcəyimizin bir qurucusuydu, ya Rəbb. Sən bizə bəxş etdin, ata. Sən bizə, ata, bu həyatı tamamilə xeyirda ilə verdin, ya Rəbb. Sənə şükürlər olsun. Sənə izzət olsun, ya Rəbb. Ya Rəbb, ürəklərə sən hakim ol, ata. O ürəklər ki, səndən qıraqda. Ya Rəbb, sənin fikirlərinlə deyil, başqa bir fikirlərlə yaşayır. O ürəkləri, ata, o yerlərdən sən çıxart, ya Rəbb. Dünya dinlənməsindən tamamilə azadlıq gəlsin onların həyatına. Sən qadirsən, ata. Qoy, ata, dünyanın səsini deyil, dünyanın yollarını deyil, ata. O seçimlərdən azad olub, ata. Sənin verdiyin qayda qanunlarda həyatlarını davam etdirsinlər, ata. İnkişaf etsinlər, böyüsünlər, ata. Sən, ata, göylərdən yer üzünə inəndə, ata, bizi hazır görə biləsən. Qoy bizim əlimizdə olan, ata, o lampalar işıqsız qalmasın. Qoy, ata, yarımçıq qalan nə işlər varsa, onlar tamamilə sənin tərəfindən nizama, intizama düşsün. Qoy nicahlar bərpa olunsun, ya Rəbb. O nicahlar ki, əzab içində, əziyyət içindədir, ya Rəbb. O nicahlara sən əlini qoy, ya Rəbb. O evləri, o səmitləri sən özün təkmilləşdir, ya Rəbb. Bir ailə başçısı kimi, kimsə, ata, öz ailə başçılığını idarə edə bilmirsə, ata, qoy sənin, ata, idarəçi ruhun, müqəddəs ruhun o evə hakim olsun, ya Rəbb. Və evləri, ailələri tamamilə dünyanın bu xovundan, zincirindən azad etsin deyə sənə dua edirəm. Ya Rəbb, bugün sənin adını eşidən, daşıyan, səndə imanlı adıyla yaşayan, ya Rəbb, çox insanlar var. Ancaq dünya üçün çalışır, ya Rəbb. Dünya üçün düşünür. Dünya üçün qərarlar verir, ya Rəbb. Sənin qarşına gətirirəm. Sənin canlı, diri əllərinə verirəm, ya Rəbb. Onları o vəziyyətdən çıxardacaq yeganə birisi varsa, o da sənsən, ya Rəbb.
Müqəddəs ruhunun gücü, qüdrəti onların həyatlarına elə gəlsin ki, onlarda sənin ruhunun yüksəkliyi onların həyatlarını tamamilə bürüsün. O ruh ki, onları tamamilə düşdükləri o çərçivədən azad etsin və sənin çərçivən altına girsinlər. İsa Məsihin ismi ilə. Qüdrətin göylərdən axın axsın ki, qoy ata sənin qüdrətin altında hər kəs rahatlana bilsin. Düzgün qərarlar verə bilsin. Evlərin, ailələrin sakitliyi sənin tərəfindən təmin olunsun, ya Rəbb. O ailələr ki, ya Rəbb, o qədər pis vəziyyətdə yaşayır ki, sənin imanlı ailələrin, ya Rəbb. Əli uzad ata, o ailələrə sənin ruhun axını elə axsın ki, ata, qoy dünyəvi, cismani nə varsa o evlərdə tamamilə yox olsun və o evlərə sənin azadlığın gəlsin. Damlarının üzərlərində sənin müqəddəs ruhunun, ya Rəbb, idarəsi olsun, ya Rəbb. İsa Məsihin qanı ilə diləyirəm və istəyirəm. O qan ki, ata, elə-belə bir qan deyil. O qan ki, ata, dünyadan imtinadır, ya Rəbb. Ya Rəbb, qoy hər bir kəs, ata, dünyada olub, ancaq oradan olmadığını tam şəkildə anlayışla qəbul edə bilsin. Qoy bütün insanlıq tamamilə azad olsun, ya Rəbb. Hər bir kəs, ata, sənin ruhunda gündən günə böyüməyə başlasın. Gündən günə sənin ruhun onları nizamlasın. Ya Rəbb, bir evdə bir imanlı varsa, ata, qoy sənin sözün o evdə o dərəcədə, ata, yüksək olsun ki, o evdə olan dünyəviliyi tamamilə yox edə bilsin. Sən qadirsən, ata. Sənin gücün, sənin qüdrətin göylərdən axın evlərə, ailələrə tökülsün. Nizam, intizamı qurmaq üçün. Sənin ruhun gücü ilə, qüdrəti ilə bütün ürəkləri doldursun. Sağlamlıqları bərpa olmaq üçün. İsa Məsihin ismi ilə. Halleluya. Sənə şükürlər olsun. Sənə izzət olsun, ata. Sən bizi dünyadan qopartdın. Sən bizə öz həyatını bəxş etdin. Ya Rəbb, minnətdarıq sənə, ata. Qoy, ata, bu imanlı həyatında nə qədər insanlar şans ki, övladlar var. Gənclər var, qızlar, oğlanlar. Qoy onlar sənin ruhun altında hərəkət etsin. Sənin ruhun altında vəhddə, hikmətdə yaşasın. Qoy sənin ruhunun gücü, qüdrəti onları tam irəli aparsın. Və onlar həqiqətdə də sənin ruhunu öz üzərlərində görə bilsin. İçlərində, daxillərində sənin ruhunun nə qədər onlarda dəyişiklik etdiyini görə bilsinlər deyə dua edirəm. Müqəddəs adın daimi izzət alsın, alqış alsın. İsa'nın ismi ilə. Ya Rəbb, səndən istəyib, səndən diləyirəm, ya Rəbb. Halleluya. Halleluya, sənə minnətdaram, ata. Minnətdaram sənə. Amin.